Bugün antibiotiklərin mühüm qruplarından biri olan makroidlər və azadlərdən danışacağıq. Bu videoda onların təsir mexanizmləri, əsas nümayəndələri, istifadə sahələri və bir-birindən fərqləri haqqında ətraflı məlumat verəcəm. Makroidlər molekulunda böyük makrosiklik laktan həlqəsi olan antibiotiklərdir. Bu qrupa təbii mənşəli eritramsin, oleandamisin və spiramsin, yarım sintetik klartramsin və roxtramsin, həmçinin ayrıca yarım qrup təşkil edən azithromycin daxildir. Eritramsin və klartramsin 14 üzvlü, azithromycin isə 15 üzvlü halqaya malikdir və buna görə azolit hesab olunur. Təsir mexanizmlərinə görə makroidlər bakteriya hüceyrəsində yerləşən 50 S ribosom alt vahidinə bağlanaraq zülal sintezini bloklayırlar. Nəticədə bakteriyanın böyüməsi və çoxalması dayanır. Bu səbəbdən onlar əsasən bakteriostatik təsir göstərirlər. Makroidlər xüsusilə streptokoklar, stafilokoklar, pnevmokoklar, meningokoklar, gonokoklar, mikoplazmalar, xlamidiyalar kimi mikroorqanizmlərə qarşı təsir göstərə bilirlər. Makroidlər qrupunun ilk və klassik nümayəndəsi eritramsindir. Eritramsin uzun illər ərzində pnevmoniya, bronxit, plevrit və pnevmoplevrit, sepsis, irinli otit, osteomiyelit, peritonit, difteriya, skarlatina, angina, öd yollarının infeksiyaları kimi xəstəliklərin müalicəsində istifadə edilmişdir. Eritramsin məlhəmi isə irinli yaralar, yataq yaraları, trafik yaralar, ikinci və üçüncü dərəcəli yanıqlar, dərinin irinli infeksiyaları, traxoma zamanı yerli olaraq tətbiq edilə bilmişdir. Bundan əlavə, göz mazı, gözün müxtəlif infeksiyalarında istifadə edilmişdir. Lakin eritramsinin mühüm çaşmazlığı bakterial müqavimətinin nisbətən tez inkişaf etməsidir. Bundan başqa, mədən tuş mühitində parçalanır və mədə-bağırsaq yan təsirləri daha çox müşahidə olunur. Oleandamisin təsir gücünə görə eritramsinə yaxın olan təbii makrolid antibiotikdir. Əsasən qram-müsbət bakteriyalar, patogen spiroxetlər üzərində təsir göstərir. Tarixən geniş istifadə olunmuş və kombinasiya preparatı olan olitetrin tərkibinə daxil edilmişdir. Müalicəvi dozalarda bakteriostatik təsir göstərir və ehtiyat antibiotiklər sırasına aid edilir. Spiramycin təbii mənşəli makrolid antibiotikdir. Angina, skarlatina, otit, sinusit, pnevmoniya, difteriya, toksoplazmoz, prostatit və digər həssas bakterial infeksiyalarda istifadə olunur. Xüsusilə toksoplazmozun müalicəsində əhəmiyyətli yer tutur. Klartramsin eritramsinin yarım sintetik törəməsidir. O, mədənin tuş mühitinə daha davamlıdır. Daha yaxşı soyulur, daha uzun təsir göstərir, eritramsindən daha güclü antibakterial aktivliyə malikdir. Klartramsin stafilokok və streptokoklara qarşı yüksək aktivlik göstərir. Həmçinin helikobakteri, pylori bakteriyalarına qarşı təsirinə görə mədə və 12 barmaq bağırsaq xoralarının kompleks müalicəsində istifadə edilir. Preparat həm daxilə, həm də vena daxilinə təyin edilə bilər. Roxtramsinin də eritramsin yarım sintetik törəməsindir. Əsas istifadə sahələri otit, sinusit, yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları, difteriya, göy öskürək, dəri və yumşaq toxuma infeksiyalarıdır. Preparat eritramsindən daha yaxşı tolerə olunur və daha sabitdir. Azithromycin makroidlərin ən məşhur nümayəndəsidir və ayrıca azadlər qrupuna daxildir. Bu preparat eritramsin strukturunun dəyişdirilməsi nəticəsində əldə edilmişdir. Ən mühüm xüsusiyyəti toxumalarda və hüceyrələrdə yüksək konsentrasiyada toplanmasıdır. Bu səbəbdən gündə bir dəfə qəbul olunur və qısa kurslarla effektiv müalicə aparmağa imkan verir. Azithromycin pnevmoniya, otit, sinusit, faringit və tonzilit, xlamidiya infeksiyaları, atipik pnevmoniyalar, helikobakter, pylori infeksiyası kimi hallarda geniş istifadə olunur. Yeni nəsil makroidlər arasında azithromycin ən yaxşı toxuma nüfuzuna və ən uzun yarım parçalanma dövrünə malik preparatlardan biridir. Makroidlər və azadlər bakteriyalarda zülal sintezini bloklayan geniş istifadə olunan antibiotiklərdir. Bu qrupa dediyimiz kimi eritramsin, oleandamisin, spiramycin, klartramsin, roxtramsin və azithromycin daxildir.
Müasir praktikada xüsusilə klartamsin və azithromycin daha güclü təsirləri, daha yaxşı sorulmalar və daha rahat istifadə olması səbəbindən geniş istifadə olunur. Eyni zamanda bu antibiotiklər yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır. Çünki düzgün istifadə edilmədikdə antibiotik davamlılığı inkişaf edə bilər.